Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Astroloqların son proqnozlarına əsasən yaxın günlər bəzi bürclər üçün yeni imkanlar, müsbət dəyişikliklər və fərdi inkişaf baxımından diqqət çəkən dövr ola bilər. Qeyd edək ki, astrologiya elmi cəhətdən təsdiqlənmiş proqnoz üsulu deyil və bu məlumatlar əyləncə xarakteri daşıyır. Bununla belə bir çox insan gündəlik həyatında bu cür proqnozları maraqla izləyir. Üləfi astroloqlar xüsusilə Qoç, Tərəzi və Buğa bürcü nümayəndələrinin həyatında müsbət yeniliklərin baş verə biləcəyini bildirirlər. Gəlin hər bir bürc üzrə gözlənilən dəyişikliklərə daha ətraflı nəzər salaq. Qoç bürcü astroloqların fikrincə Qoç bürcü nümayəndələri üçün son dövrlərdə yaşanan gərginlik və yorğunluq tədricən azalacaq. Xüsusilə iş və karyera sahəsində yeni imkanların yaranacağı ehtimal edilir. Uzun müddətdir həyata keçirilməsi təxirə salınan plan və layihələr üçün daha əlverişli şərait formalaşa bilər. Bu dövrdə rəhbərlik tərəfindən yeni təkliflər almaq, fərqli layihələrdə iştirak etmək və öz bacarıqlarınızı nümayiş etdirmək şansı yarana bilər. Vakti vəziyyətlə bağlı da müsbət irəliləyişlər mümkündür. Bununla yanaşı, astroloqlar Qoç bürcü nümayəndələrinə tələsik qərarlar verməməyi, hər addımı diqqətlə planlaşdırmağı tövsiyə edirlər. Qarşıya çıxan fürsətləri düzgün qiymətləndirmək gələcək uğurların əsasını qoya bilər. Səbirli olmaq və emosiyalara deyil, məntiqə əsaslanaraq qərar vermək daha uğurlu nəticələr əldə etməyə kömək edə bilər. Tərəzi bürcü üçün yaxın günlərin əsas mövzusu münasibətlər və şəxsi həyat hesab olunur. Astroloqlar bildirirlər ki, son vaxtlar yaşanan anlaşılmazlıqlar və gərginliklər tədricən geridə qala bilər. Ailə üzvləri, dostlar və yaxın insanlarla münasibətlərdə daha sabit və harmonik dövrün başlanacağı ehtimal edilir. Subay Tərəzi bürcü nümayəndələri üçün yeni tanışlıqların baş verməsi mümkündür. Bu tanışlıqlar gələcəkdə ciddi münasibətlərə çevrilə bilər. Münasibətdə olan şəxslər isə qarşılıqlı anlayış və etimad sayəsində əlaqələrini daha da möhkəmləndirə bilərlər. Astroloqlar keçmiş inciklikləri geridə qoymağı, kin saxlamamağı və yeni başlanğıclara açıq olmağı tövsiyə edirlər. Həmçinin qərar qəbul edərkən daxili hisslərə qulaq asmaq və emosional tarazlığı qorumaq faydalı ola bilər. Buğa bürcü nümayəndələri üçün isə əsas diqqət sağlamlıq, həyat tərzi və gündəlik vərdişlərə yönəlir. Proqnozlara görə son aylarda hiss olunan yorğunluq və halsızlıq tədricən azala bilər. Bu dövr sağlam həyat tərzinə keçid etmək üçün münasib vaxt hesab olunur. Astroloqlar idmanla məşğul olmağı, daha çox hərəkət etməyi, qidalanma rejimini yaxşılaşdırmağı və açıq havada daha çox vaxt keçirməyi tövsiyə edirlər. Bu dəyişikliklər həm fiziki, həm də psixoloji vəziyyətə müsbət təsir göstərə bilər. Maliyyə məsələlərində isə ehtiyatlı davranmaq tövsiyə olunur. Böyük xərclər etməzdən əvvəl büdcəni diqqətlə planlaşdırma və lazımsız alış-verişdən çəkinmək daha məqsədə uyğun hesab edilir. Ümumilikdə astroloqların proqnozlarına əsasən yaxın günlər Qoç, Tərəzi və Buğa bürcü nümayəndələri üçün müxtəlif sahələrdə müsbət dəyişikliklər və yeni imkanlar vəd edir. Bununla belə hər bir insanın həyatı yalnız bürclərdən deyil, şəxsi qərarlar, zəhmət və həyat şəraitindən də asılıdır. Bu səbəbdən astroloji proqnozlara maraqlı məlumat kimi yanaşmaq, eyni zamanda həyatda atılan addımları düşünülmüş şəkildə planlaşdırmaq daha düzgün seçim hesab olunur.